Əslində biz güzgüyə baxanda kənardan özümüzü görürük sanki. Kənardan başqaları bizi necə görürsə, onu görürük və çalışırıq ki, görünən yerimizi əgər ora görünməməlidirsə gizlədək. Ayıblarımızı örtək. Hansı ki, bugün bir çoxları o ayıbları da açıb qoyurlar ortalıqda. Heç sevmədim o ayıbları ki, ortaya. Nə bilim, şəxsən mən o qadınların yerinə utanıram. Mən utanıram. İnanırsınız, Mehriyə deyirəm, ay Mehri, vacibdirmi bu cürünə geyim? Bilirsən ki, sənin o dövrdə o yaraşmır sənə. O lazım deyil onu eləmək. Özü qadın olaraq onu görmür. Yəqin görmürlər də. Və yaxud da ki, görürlər, özlərini o cür bəyənirlər, kompleksləri yoxdur. Kompleksləri yoxdur. Amma hər kəsin bir eybini gizlətmək kimi, qüsurlarını gizlətmək kimi bir bacarığı olmalıdır qadının. Hər qadın qüsurlu ola bilər, bədəninin hər hansı bir yeri ola bilər ki, bəli, doğru. Amma gizlətməyi məharətlə bacarmalıdır o qadın. Çirkinliyimizi bugün göstəririk və deyirik ki, biz müasirik. O çirkinliyə də müasirlik damğası vurmuşuq sanki. Gözəldir mənim quruluşum deyənə, mən onu müasirlik adı ilə göstərmək düzdürmü? Mənə elə gəlir, o da düzgün deyil də. Cavan olanda nə olar? Ya yaşlı olanda nə olar? Bu düzgün deyil. Mən istəyirəm ki, Azərbaycanlı qızı, Azərbaycanlı qadını o Azərbaycan adına layiq bir qadın olsun.